Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Siyəzəndə 17 yaşlı yeniyetmə itkin düşüb. Xəbər verilir ki, Daxili İşlər Nazirliyinin Quba regional qrupundan kanalımızda bildirilib ki, rayon sakini 2008-ci il təvəllüdlü Bəşirov Sənan Bəşiroğlu avqustun 6-sında yaşadığı evdən çıxarıb bir daha geri qayıtmayıb. Şəkildə gördüyünüz şəxsi tanıyanlardan, eləcə də barəsində məlumatı olanlardan Daxili İşlər Nazirliyinin İlişki Xidməti Zəng Mərkəzinə və ya Siyəzən rayon polis şöbəsinin üstəgəl 994 23 304 02 21, üstəgəl 994 50 663 43 99 nömrələrini məlumat vermələri xahiş olunur. Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. Xəbər verilir ki, Orxan Xudiyevin idarə etdiyi yük avtomobili yolu keçən piyadanı vurub. Hadisə nəticəsində piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma başladılıb.